gün tutkası elə biləm ki, bax yanımdadır. Qapı döyülə deyirəm, Nicat, qapıya gələcək. Həmişə evə bazarlıq eləyəndə iş yerim yaxındır. Bazarlıq eləyəndə dedim, anası Nicat evdə, deyir, hə evdədir. Dedim de düşsün sumkaya kömək eləsin. İndi o həmən sumka yadıma düşmüş ki, özüm onu tək evə qaldıram, sumkanı. Mən onu öz əskərlikdə bilirəm, elə biləm ki, öz əskərlikdədir o. Nə vaxtsa gələcək, qapı döyüləcək, həmişə telin sığalaya içəri girirdi. Birdən qapı döyüləndə deyirəm ki, Nicatı, kaş Nicat olardı. Amma görürəm ki, yox, Nicatı yoxdur. Büyük gündə də şəklin qabağına keçib deyirəm, Nicat, mən səni o qapıdan girək görəcəm. Həmişə gözləyəcəm səni. Yuxularımda çox tez-tez görürəm. Elə həmişə də o gülən siması ilə görürəm. Amma ən təsir edici yuxu hansı ki torpaqlarımızın işğaldan azad olunduğu gün, qələbə elan olunduğu gün idi. Hansı ki Ali Baş Komandan artıq çıxışı ilə bildirdi. Mən həmin gecə səhərə yaxın onu yuxumda gördüm. Əlində bayraq, maşından çıxıb qışqırırdı, Qarabağ deyə sevinirdi. Mən onda əmin oldum ki, onun ruhu həqiqətən şaddır. 2 ay yarılmış o əskərtdəydi. Hər gün danışırdı bizdən, səhər axşam. Nələr çıxın demədi, deyir, ata yerim yaxşıdır, hərbi qulluğum yaxşıdır, yəni şikayət eləmirdi. Sonuncu birlikdə qeyd etdiyimiz ad günü idi, 22 yaşı, 22 sentyabrda 22 yaşı olacaqdı. Bu tortu mən özüm xüsusilə bu dizaynda, bu cürə pişirtirmişdim ki, onun üçün xatirə olsun. Əskərlik xatirəsi. Çox təəssüf ki, sonuncu oldu. Sentyabrın 22-si onun ad günüdür. Biz 22-si getmədik, 20-si getdik. 20-si gedəndə dedi ki, ata, dedim balana tədbirdə vəzir, dedi ata yaxşıdır. Demədi ki, müharibə başlayacaq, başlamayacaq. Müharibə başlayandan sonra da yenə də o elə bir döyüşə getsə də evə bildirmədi getdiyin. O hərbi hissədə olanda könüllü uşaqlarla birlikdə döyüş bölgələrinə gedibdi, ancaq evə biz onu bilməmişik, biz həmişə onu çasla bilmişik. Mən 12 yaş böyüydüm, o məndən balaca, amma balaca olmağına baxmayaraq həmişə böyük qardaşım kimi hiss eləyirdim onu, çünki elə sahiblənirdi, elə hiss elətdirirdi. Şəkil çəkdirməyi çox sevirdi. Həmişə şəkil çəkdirən kimi belə qucaqlayırdı adamı. Döyüş yoldaşları bugünkü gündə bizlə əlaqə saxlayanda deyirlər ki, Nicat orada deyirmiş ki, mən atam Şuşalıdır, mən Şuşaya gedib Şuşadan atama zəng edəcəm. Amma çox təəssüf, Nicata Şuşaya getmək qismət olmadı. Mən əminəm ki, o cənnətdədir, bütün şəhidlərimiz kimi və hər dəfə də yanında gedəndə deyirəm ki, əminəm ki, cənnətdəsən, tək ruhun şad olsun. Fəxr edirəm ki, mənim Nicat kimi qeyrətli, vətənpərvər, qürurlu bir övladım var. Bir oğlum vardı, o da vətən yolunda canından keçdi. Vətən sağ olsun, borcudur, borcumuzdur.